Herkese selam dostlar. Bugün möhtəşəm bir mail müstəvi sualı ilə yeni qarşınızdayım. Deyir ki, sualımızda kütləsi en bərabərdə 10 kiloqram olan cisim mail müstəvi üzrə aşağıya sabit təcillə düşür. Cismə təsir edən sürtünmə qüvvəsi 30 Newton olarsa cismin təcilini hesablayın. Dostlar, bu sualı əslində müəllimlər izah edirlər ki, bəs F paralel birbaşa mc sinus alfadır. Mən istəyirəm ki, mc sinus alfanın hardan gəldiyini də izah edeyim və sualı heç bir qaranlıq qalmasın, zəhmət olmasa yaxından gələcək. İlk öncə burada təsir edən bütün qüvvələri istiqamət çəkirik. Əgər cisim aşağıya düşürsə, deməli buna təsir edən sürtünmə qüvvəsi hərəkətin əksi istiqamətdə olacaq. Ağırlıq qüvvəsi yerin mərkəzinə doğru olacaq. Bunu gəlin biraz uzadaq, çünki üstündə birazdan əməliyyat aparacaq bunun. mc həmişə aşağıyadır. Ondan sonra dayağın reaksiya qüvvəsi perpendikulyar istiqamətdə yuxarıyadır. Bu da F perpendikulyar kimi gedir. Gəlin bunu da uzadaq. Mail müstəvidə bu qüvvə F perpendikulyar gedir. Bu qüvvə isə F paralel qüvvəsi kimi gedir. Bunu birləşdirəndən sonra burada görürük ki, bir düzbucaqlı üçbucaq əmələ gəlir. Bu da düzbucaqlı üçbucaqdır axı. Gəlin buranı alfa ilə ifadə eləyək, bu bucağı. Əgər bura 90 dərəcədirsə, bura alfa, tutaq ki, bura mən beta 1 desəm əgər, sonra burada 90 dərəcə olduğuna görə, bura betadırsa, alfa plus beta 90 olduğuna görə və isbat edirəm ki, burada alfa bucağına bərabərdir. Deməli, bu bucaq alfaya bərabərdir və alfanın bizə 30 dərəcə verir. İndi burada sinus alfanı düzbucaqlı üçbucağı da tapaq. Sinus alfa bildiyimiz kimi qarşıdakı katet bölünsün hipotenuz üzrə deyil. Qarşıdakı katet burada nəyə bərabərdir? Baxın bura. Yəni F paralelə. F paralel bölünsün hipotenuzumuza bərabərdir mc-yə. İndi buradan mən F paralel əgər tapsam, F paralel bərabər olur mc sinus alfaya. İndi Newtonun ikinci qanunu bu üçün yazıram. Əgər cisim sabit təcillə aşağı doğru düşürsə, deməli istiqamət soladır. F əvəzləyici bərabər olacaq çoxdan az. Yəni çox burada F paralel qüvvəsidir, az isə F sürtünmədir. Çox nədir? F paralel çıxılsın F sürtünmə. İndi bunların düsturunu hamısını bir-bir yerinə qoyuram. F əvəzləyicimizin düsturu MA-dır. F paralelimizin düsturu tapdıq ki, bayağı mc sinus alfadır. F sürtünməndə bizə verib ki, 30 Newtondur. 30 Newton. M bərabərdir 10, vurulsun A, bərabərdir 10, yenə də mc 10, sinus alfada 2-də 1, çıxılsın 30. 100 vurulsun 2-də 1, 50, 50 çıxılsın 30, 2-yə bərabər olur. Deməli 10A bərabərdir 20-yə, A bərabərdir 2. Təziri tapdıq ki, 2-yə bərabərdir. Məncə qəşəng izah elədim. Bu da bizim çox qəliz olmayan, orta tipli, blok tipli sualdır. Həm birinci qrupa, həm dördüncü qrupun çətin sualı kimi məncə düşə bilər imtahanlara. Yəni bunu birbaşa əzbərləmək olar ki,